Bismillahirrahmanirrahim. Allahın insan barədə elə bir qanunları var ki, daha sonra gözləntiləri var ki, o gözləntiləri insan özü ortaya qoymalıdır. Məsələn, təfsiri Quranda nemətlərdən soruşulacaq ayəsi barədə təfsir nümunədə belə əcib bir dənə, qeyri-adi bir dənə nüans var. O nüansda deyilir ki, Allah nemətlərdən soruşacaq, yəni məqsəd budur ki, vilayətdən soruşacaq da, yəni Allah kərim şəxsdir, yeməkdən, içməkdən, hər hansı bir şeydən soruşmayacaq. Necə ki, Məryəm, Ali İmran surəsindəki Məryəmin dilindən deyir ki, Allah istədiyini hesabsız, ruhsuz elər. Məqsəd budur ki, Allah yeməyin, içməyin hesabını aparmaz da, israf eləməz. Nemətlərdən soruşacaq da məqsəd vilayətdir. Allah vilayətdən, yəni imamətdən, insanlardan soruşacaq. Niyə qəbul eləmədin? Ya qəbul elədin, necə qəbul elədin? Yaxşı, təslimiyyətin oldu, necə təslim oldun? Çünki Allah, demək olar ki, Allah Quranın əksər ayələrində vərəq və vərəq çevirsə, çoxu elə Allahın itaətlə işi var. İbadətlə heç o qədər də işi yoxdur. Ən çox itaətlə işi var. Belə bir nüans var, belə bir ifadə var. İnsan öz potensialını ortaya qoymalıdır. O təfsir nümunədə də gözəl bir dənə ibarə var. Deyir ki, Allah qiyamətdə soruşacaq nemətlərdən də biri insanın içindəki o potensiallıqdır. Məsələn, Allah insana potensiallığı doğuşdan verir, insan özü onu kəşf eləməlidir. Əgər insan onu özü kəşf elədi, utancaqlığı üzündən ortaya qoymadısa, bəli, ondan soruşulacaq. Çünki o özü hansısa bir kompleks eləyir, istəmir onu ortaya qoysun. Kompleks üzündən qoyulan hər hansı bacarıq, qoyulmayan bacarıq onunla bir yerdə qəbrə gedir. Allah deyir, o qoyduğun potensialı qiyamət günü mən səndən soruşacağım. Bir də ki, ümumi məsələlərdən biri də budur ki, insan o potensialı kəşf edəndən sonra gərək onu ortaya qoyma yolu, metodunu da kəşf edəsin. Çünki özünə diqqət. Məsələn, cəmiyyətdə kim qabağa gedə bilir? O şəxs ki, öz potensialını ortaya çıxardır, ictimaiyyətdə, yaxud hər hansı bir dövlətlər arası məsələdə, hər hansı bir ölkə məsələlərində görür ki, bu potensial məndə var. Onu ortaya qoymaq üçün bir nüans axtarır, bir şans axtarır. O şansda nə edir? Bütün o böyükləri özünə cəzb edir. Allah da bəzən bizdən bunu istəyir. Allahın diqqətini özümüzə cəzb edək. Nə ilə? Elə bir potensialımızı ortaya qoyaq ki, diqqətimiz ortaya çıxsın. Diqqətimiz ortaya çıxandan sonra Allah bizim nə potensialımız ki var ortaya qoymuşuq, artıq Allaha təvəkkül nəticəsində özü də Allah bizi dəstəkləyir və bizi gələcəklə doğru addım atmağa özü yol göstərir. Doğru yol Allahdandır, hidayət də Allahdandır. Ən gözəl yol Allah yoludur. Nə xoş olar ki, insan bu nüansı özü kəşf eləyə və heç kəsi də özünə şərik eləməyə ki, mənim bu potensialımı sən qabağa. Yox, bu belə istənilmir bizdən. Bizdən istənilir ki, biz öz potensialımızı özümüz kəşf eləyək və öz kəşfimizi, uğurumuzu da özümüz ortaya qoyaq. Özümüz ortaya qoymağı da necədir? Elə bir ortama qoyaq ki, hamının diqqəti bizdə olsun. Yəni, hamıda məqsəd metafizik aləmdən söhbət gedir. Əgər maddi aləmində, hətta maddi aləmdə də belə bir şey var. Məsələn, idmançılar görürlər ki, məsələn, belə bir idman növünə baxmışdım, ox atma yarışına bir dəfə. Orada belə bir yarış keçirilirdi ki, kim düzgün hədəf alarsa, o daha çox xal yığır. Məsələn, bir idmançı qız görür ki, heç kəs buna fikir vermir, heç kəsin nəzərində yoxdur. O böyüklər ki vardı orada, yiyirdilər, içirdilər, şənlənirdilər, onun əlindəki oxu, almanı oxlayır divara. Həmən qıza, idmançı qıza ən böyük xalı verirlər o hərəkətinə görə. Nəyə görə? Çünki diqqəti özünə cəzb edir. İdman da belədir, həyatın elm sahəsindəki uğuru da belədir, ticarətdəki uğur da belədir. Məsələn, ticarətdə bir adam hər şey, bütün ticarətdə biznesmenləri özünə cəzb eləyəndə
ilin adamı seçilir. Futbol da belədir. Futbolda da belədir. Və metafizik aləmdə də belədir. Allahın nəzərini özünə zaten Allahın nəzəri var. Bir də var ki, xüsusi nəzəri. O xüsusi nəzəri gərək sən özünü ortaya çıxarsasan və məlakut aləmini, seyr-sülük aləmini və əhl-i beyti, Allahın şəhidlərini özünə cəzb edəsən, o zaman sən yüksəlirsən, uzalırsan. Allah bizi belə insanlardan qərar versin ki, bizi əgər dünyada kimisə özümə cəzb eləsək, bu riya ola bilər. Amma metafizik aləmdən Allahın dediyi qaydada özümüzə cəzb eləsək, diqqətlərini özümüzə çəksək, biz inkişaf edərik və Allahın insan barəsində dediyi o ayələr, o xüsusiyyətlər gerçəkləşəcək. İnsan kamil insan olacaq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.